Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. 10 ildən çoxdur ki, ayağımda əzələ boşalması yaranıb. Bu da mənə ağrı verir. Bir müddətdən fizioterapiyaya gedirəm. Bildirilir ki, bunu açıqlamasında xalq artisti Rasim Balayev səhəfindən danışarkən deyib. O bildirib ki, illərdir müalicə alır. Başqa alternativ müalicə üsulu yoxdur. Sol ayağım mənə zülm verir. Ancaq fizioterapiya ilə ayaqda qalıram. Yoxsa ağrıya dözə bilmərəm. Belə yerdə deyirlər ki, hardasın ay cavanlıq. Bunlara rəğmən cavanlığa qayıtmaq istəməzdim. Çünki pis xatirələri yenə də yaşamaq istəmirəm. Bəlkə də həyat yorub məni. Qeyd edək ki, Rasim Balayev 2022-ci ildə Azərbaycan Kinematografçılar İttifaqının sədri seçilib.